Ya Allah. Xeyir olsun, əziz xalqımız, əziz millətimiz. Allah sizlərə bərəkət versin, əziz dostlar. Ləzəri qəsəbəsindəyik. Məlik Aslanov küçəsi, döngə 11-dir bura, əziz dostlar. Baxın, qarşıda görürsünüz, belə bir həyət bazalı bağlı maksada evimizi inşallah sizə təqdim edəcək, əziz dostlar. Tural, bir dənə ətrafdan götür, qəşəng, rahat şəkildə götür. Əziz dostlar, gördüyünüz kimi bura həyətin bağ hissəsidir. Meyvələr əkilib. Deməli, qeyd edeyim, evimizin bələdiyyə sərəncamı var. Evimiz 4 sotdadır. Evin yanı başı tam açıqdır. Evimiz 100 kvadrat metrdir. 3 otaq, əziz dostlar. Burada da həyətdə bir dənə əldamı var, qəşəng. Tural, görsən. Böyük bir əldam var. Hardasa bir 8-10 metrdir uzunluğu. Tural, evin arxasını buradan da göstərə bilərsən. O tərəfdən də göstərə bilərsən. Fərqi yoxdur. Hər tərəfdən fırlanma olur. Yerində də evin arxasını göstəreyim. Gördüyünüz kimi taxtada deyilib var. Zat kombinadı, buranı da göstər. Əziz dostlar, indi keçək. Yan hissəsini göstərim istə bu üst tərəfin. Kombi. Evin kombi sistemi var. Burada evin oradan ayrılır. Keçək evin daxili. Evimizin həyətinə rahat 3 maşın daxil ola bilir. Qapının ağzından kimi asfaltdır. Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, döngə 11 yenə də təkrar edirəm. 2007-ci ilin bələdiyyə qərarı da var. Ev cütdaşlar inşa olunub. Tural, evin zəhmət olmazsan bir dənə götür. Əziz dostlar, daxil oluruq evin içinə. 100 kvadratdır evin sahəsi, içəri sahəsi. Evin dəhliz hissəsidir. O keçin bu tərəf göstərəm, sonra qonaq otağına gələrəm. Bu evin mətbəx hissəsidir. Tam təmirlidir. Bu evdə heç nəyə təmirə ehtiyac yoxdur. Hamam saluzeldir. Geniş və səliqəlidir. Gördüyünüz kimi. Bu isə bir yataq otağıdır. Keçən növbəti yataq otağına. Gördüyünüz kimi çox geniş və səliqəli yataq otağıdır. Orası 5'in 5 olardı. 5'in 4'e, 5'in 5'e. Güzel dizaynla yığılıb bu boylarda. Gördüm. Ya Allah. Demək əziz dostlar, evimizdə digər əşyalar görürsünüz. Bu əşyalar da qala bilər, amma pul müqabilində. Evimizin qiyməti bugünkü gün üçün çox münasibdir. Buralarda da yəni torpağın da qiyməti hətta ucuz deyil. 4 sotun içindədir, yəni təkrar edirəm. Qiymət təyin olunub ev sahibi tərəfindən 120.000 manat. İnşallah ki, real müştəriyə mütləq şəkildə endirib olunacaq və digər əşyalar da evdə saxlanıla bilər, amma pul müqabilində. Allah xeyir versin alana, satana və əziyyət keçən bizlərə də. İnşallah. Əziz dostlar, hər birinizdən xahiş edirik səhifəmizi bəyənib videolarımızda rəy yazmağı unutmayın ki, növbəti satışa çıxan evlərimizdən sizin də xəbəriniz olsun. Sizin də satışdan müraciətiniz varsa bizimlə əlaqə saxlayın. Gələk çəkək, paylaşaq və satılmasında köməkli göstərək. Allah ibi olmayanlara ev qismət edəsin inşallah.